Salam, hər vaxtınız xeyir. Bugün kiberterrorist dərslərimizin 3-cü dərsindəyik. Bugünkü dərsimizdə Defensive and Offensive Security başlığı altında bir neçə alt başlıq öyrənəcəyik. Bunlar Defensive Security, Offensive Security, Penetration Testing Fundamentals, daha sonra Vulnerability Assessment Tools and Scanners və son olaraq Port Scanning Techniques and Tools. Bu başlıqları öyrənəcəyik. Elə isə ilk öndə gəlin, Defensive Security nədir, bunu öyrənək. Defensive Security, yəni defensiv təhlükəsizlik, kompüter sistemlərini, şəbəkələri və məlumatları icazəsiz girişdən, hücumlardan və ziyanlardan qorumaq üçün strategiya və texnologiyalarla bağlıdır. Və bunun üçün bir çox ayrı sahə var. Gəlin görək bunlar hansılardır. İlk öncə Security Engineer, yəni təhlükəsizlik mühəndisi. Bu işçilərin əsas vəzifəsi kompüter sistemlərini, şəbəkələri və məlumatları qorumaq üçün texniki həllər hazırlamaq, tətbiq etmək və onların işləş vəziyyətdə qalmasını təmin etməkdir. Onlar firewalllar, antivirus sistemləri, şəbəkə təhlükəsizliyi və şifrələmə kimi texnologiyalardan istifadə edərək sistemləri hücumlardan qoruyurlar. Məsələn deyək, bir şirkətin lokal networkuna, yəni daxili şəbəkəsinə girişlər üçün nəzarət mexanizmi qurmaq bu mühəndislərin işinə daxildir. İkinci olaraq Threat Intelligence, yəni bizim dildə təhdid analizi və kəşfiyyatı. Bu sahədə çalışan mütəxəssislər real və potensial kiber təhlükələri araşdırır, onların mənbəyini və məqsədini müəyyən etməyə çalışırlar. Onlar həmçinin hacker qruplarının davranışlarını izləyir və hücumlarının qarşısını almaq üçün məlumat toplayırlar. Onların işinə bir nümunə kimi, məsələn, onlar Dark Web-də məlumat toplayırlar və şirkətlərə ola biləcək hücumlar barədə əvvəlcədən xəbərdarlıq edirlər. Üçüncü olaraq Digital Forensics, yəni rəqəmsal kriminalistika işçiləri yer alır. Bu sahədə olan mütəxəssislər kiber insidentlər zamanı baş verən hadisələri araşdırır, sübutlar toplayır və təhlil edirlər. Təbii ki, bu işdə məqsəd hücumun necə baş verdiyini və kim tərəfindən törədildiyini aşkara çıxarmaqdır. Yəni, adından da başa biləcəyiniz kimi rəqəmsal kriminalistika, yəni bu işçilər kriminalistikanın rəqəmsal formasını edirlər, belə deyə bilərik. Dördüncü olaraq malware analiz gəlir. Malwarelerin nə olduğu barədə biz əvvəlki dərslərimizdə danışmışdıq. Malware analiz mütəxəssisləri də virus, troyan, ransomware kimi proqramların strukturunu və necə işlədiyini öyrənirlər. Bu işdəki məqsəd hər hansı bir faylın malware olub-olmadığını aşkarlamaq və bu proqramların yaratdığı təhlükələri anlamaq, daha sonra isə onlara qarşı effektiv müdafiə yolları tapmaqdır. Və 5-ci, sonuncu olaraq Incident Response komandası. Bu komanda hər hansı kiber təhlükəsizlik insidenti baş verdikdə, bu insidenti aşkar edən, onu sistemdən tədris edən, zərərini azaldan və vəziyyəti bərpa edən qrupdur. Onlar həmçinin gələcək hücumların qarşısını almaq üçün təhlillər aparır və tövsiyələr hazırlayırlar. Məsələn, deyək, şirkətə DDoS hücumu baş verib, bu zaman Incident Response komandası bu hücumu dayandırmaq və normal iş rejimini bərpa etmək üçün tədbirlər görürlər. Həmçinin hücumdan sonra da hücumu təhlil edir və onun daha sonra yaşanmaması üçün bəzi tövsiyələr hazırlayır, bəzi işlər görürlər. Offensive Security və ya xalq arasında daha çox məşhur adı ilə Ethical Hacking, yəni etik xəkerlik nə deməkdir? Bu sahənin əsas məqsədi sistemlərdəki zəif nöqtələri əsl hücum baş verməmişdən əvvəl tapmaq və onları düzəltməkdir. Sadə dillə desək, burada yaxşı xəkerlər pisniyyətli xəkerlərdən əvvəl davranaraq sistemləri yoxlayır və zəiflikləri ortaya çıxarırlar. Bu da öz daxilində iki yerə bölünür. Penetration Tester işçiləri və Red Team mütəxəssisləri. İndi bunlar nə iş görür? Gəlin baxaq. Penetration Tester işçiləri müəyyən razılıq əsasında sistemlərə sanki xəker hücum edirmiş kimi hücum edirlər. Onların məqsədi təhlükəsizlik boşluqlarını aşkar etmək və bu boşluqlar aradan qaldırılmamışdan əvvəl onların nə qədər ciddi olduğunu göstərməkdir. Nə edirlər? Məsələn, şirkətin web saytına, daxili şəbəkəsinə və ya tətbiqlərinə hücum ssenariləri hazırlayaraq onları yoxlayır. Daha sonra tapdığı zəifliklər barədə hesabat hazırlayır və necə düzəldilməli olduğunu izah edir. Red Team mütəxəssisləri isə daha geniş miqyaslı, kompleks və real hücum ssenariləri həyata keçirirlər.
Onlar sadəcə texniki zəiflikləri yox, eyni zamanda insanların davranışlarını, şirkətin cavab vermə qabiliyyətini və təhlükəsizlik strategiyasının bütövlüyünü də sınağa çəkirlər. Məsələn, sosial mühəndislik texnikalarından istifadə edə bilərlər, phishing emeli göndərmək kimi və ya digər metodlardan, hansı ki biz bundan əvvəl danışmışıq dərsimizdə sosial mühəndislik nədir, hansı növləri var. Əgər həmin dərsi izləməmişsinizsə və ya unutmusunuzsa, geri dönüb həmin dərsə bir də baxa bilərsiniz. Bundan əlavə, sistemə gizli formada daxil olmağa çalışır və nə qədər irəliyə gedə bildiyini analiz edir. Və bütün bu sınaqların sonunda təşkilatın zəif nöqtələri üzə çıxarılır və ümumi təhlükəsizlik gücləndirilir. Bəs bunların arasındakı fərq nədir? Red Team penetration testingi nəzərən daha geniş bir işdir. Burada belə desək, penetration testing zamanı daha çox bir tətbiq üzərindən və ya bir şəbəkə üzərindən yoxlamalar aparılır və daha çox əvvəlcədən məlum olan bəzi şablon metodlardan istifadə olunur. Red Team'də isə bu belə deyil. Onlar məqsədlərinə çatmaq üçün hər hansı bir yola yarata bilərlər. Bu fiziki bir şey ola bilər və ya sosial mühəndislik ola bilər, hər hansı bir şey. Yəni bir limiti, bir sınırı yoxdur belə desək. Bunlardan əlavə penetration testingin müddət də az olur. Yəni bir gündən bir neçə həftəyə qədər uzana bilər, amma Red Teamingdə isə bu bir neçə həftədən bir neçə aya qədər davam edir. Yəni dediyim kimi məqsədə çatmaq üçün hər yola əl atılır. Bunun üçün də bir qədər çox vaxt lazım olur. Və həmçinin digər işçilərin dediyim penetration testingdən xəbəri olur. Amma Red Teaming zamanı isə onların xəbəri olmur. Yəni hər şey real həyatda necədirsə elə də aparılır. Penetration testingində bir neçə növü var. Gəlin bunlardan ən əsas 3 növünə baxaq. İlk öncə black box, yəni qara qutu testi. Bu test növündə test aparan şəxs, yəni etik hacker, sistem haqqında demək olar ki, heç bir məlumata sahib olmur. Onun əlində nə bir mənbə kodu var, nə də şəbəkənin necə işlədiyi barədə məlumatı. Bu, xaricdən gələn bir hackerin perspektivini simulyasiya edir. Bu test, sistemin ilk baxışda nə qədər müdafiəsiz olduğunu və xaricdən kənar şəxslərin hansı zəifliklərdə istismar edə biləcəyini göstərir. İkinci bir növ isə white box testingdir, yəni ağ qutu testi. Bu test zamanı etik hakkerə sistemlə bağlı tam məlumat verilir. Bura daxili strukturlar, mənbə kodu, məlumat bazarı və şəbəkə arxitekturası da daxildir. Bu test növü sistem daxilində olan zəiflikləri daha dərindən təhlil etməyə imkan verir və bu test daxili səviyyədə təhlükəsizlik boşluqlarını, koda saçılan zəiflikləri, konfigurasiya problemlərini və dizayn xətalarını tam göstərir. Və üçüncü son növdə isə grey box testing adlanır, boz qutu testi yəni. Bu test həm black box, həm də white box testlərinin qarışığıdır. Burada etik hakkerə məhdud məlumat verilir. Yəni tam daxili məlumat yox. Amma bəzi texniki məlumatlara və ya istifadəçi hüquqlarına aid məlumatlar ola bilər, bunlar verilə bilər. Bu, təşkilatın içindən müəyyən qədər məlumata sahib olan bir şəxsin, məsələn, keçmiş işçinin və ya partnyorun perspektivini simulyasiya edir. Və bu test qismən tanış olan şəxslərin, məsələn, daxili işçi və ya təchizatçının sistemə necə hücum edə biləcəyini, həm daxildən, həm də xaricdən mümkün olan zəiflikləri göstərir. Bayaqdan danışdığımız bu hücumları edən zaman etik hakkerə bəzi toollar, bəzi alətlər lazım olur. Bunlardan ən çox istifadə olunanlardan biri də vulnerability scan toollarıdır. Hansı ki, biz sistemi test edən zaman oradakı vulnerabilityləri axtarırıq və bu toollar, bu alətlərdə bizə bu vulnerabilityləri tapmaqda çox kömək olur. Bunlardan ən məşhurlarından bəziləri Nessus, OpenWAS və ya Qualys kimi vulnerability skannerlərdir və bunlar testlər zamanı dediyim kimi çox istifadə olur və çox işə yarayır. Bu testlər zamanı bizə çox lazım olan bir digər alətlər də portscan alətlərdir, portscan toollarıdır. Hansı ki bu toollar bizə şəbəkədəki açıq, bağlı və ya filtrli portları tapmaqda kömək edir və bu məlumatı ümumən bilmək sistemə giriş üçün potensial zəif nöqtələri müəyyən etməkdə bizə çox kömək olur. Bu toollara ən məşhur örnəklər, məsələn, Nmap. Yəni məşhur örnək demək olar hətta bu toollara. Nmap command line-da istifadə olunan bir tooldur. Amma Zenmap isə onun beləcə qrafik interfeysi olan, yəni proqram halında olan versiyasıdır. Bundan əlavə Mascan, Unicorn Scan kimi bəzi digər toollar da var. Bir də port scanningin bir çox texnikaları, metodları var.
Bunlara örnek üçün, məsəl üçün, TCP/CN skanları və ya UDP skanları var və bunların hər birinin belə desəm, öz istifadə yerləri var. İndi bu çox geniş bir mövzu olduğu üçün burada tam detallı danışa bilmirəm. Özünüz bir qədər araşdıra bilərsiniz və ya bizim öz Red Team dərslərimizdə bu mövzuları daha dərindən öyrənəcəyik. Və beləliklə dərsimizin sonuna çatdıq. Bugünkü dərsimizin tapşırığı kimi bayaq danışdığım portscan texnikları haqqında araşdıra bilərsiniz. Bunların hansı növləri var və bu növlərin fərqləri nədir, hansı iş görürlər. Biz də inşallah gələcəkdə Red Team dərslərimizdə bunları praktiki formada öyrənəcəyik. Bugünkü dərsimiz bu qədər. Özünüzdən müğayət olun.